أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كتاب الله وخير الحدي حدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار اللهم لا علم لي إلا ما علمتني وعلمني بما ينفعني وانفعني بما علمتني وزدني علما وفهما وألهكني بالصالحين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Allah Subhanahu Teala Ali İmran suresinin 110. ayetinde buyurur ki: Kuntum hayra ummetin ukhrijat lin-nas ta'muruna bil ma'ruf ve tenhavna 'anil munkar. El-aye. Allah Subhanahu Teala buyurur ki: Siz insanlar içərisində çıxardılmış ən xeyirli ümmətsiniz, mərufu əmr edirsiniz, yaxşılığı əmr edirsiniz və münkərdən, pisliklərdən çəkindirirsiniz. Deməli, Allah Subhanahu wa Ta'ala'nın bu ayətdə bu ümmətə xeyir sifətinin verməsinin səbəbi bu ümmətin mərufu əmr etməsi və münkərdən çəkindirməsi səbəbi ilədir. Yəni, yer üzərində olmuş nə qədər ümmətlər olubsa, yeganə bu ümmətdir ki, İslam ümməti mərufu əmr edir və münkərdən çəkindirir və ən böyük məruf tövhiddir ki, bu ümmət tövhidə əmr edir və ən böyük münkər şirkdir ki, bu ümmət şirki nəhy edir, şirkdən çəkindirir. Və hər bir müsəlman əmr-i bi məruf və nəhy anil münkərin hökmünü, fəzilətini və bu əməli tərk etmənin təhlükəsini hər bir müsəlman bilməlidir. Deməli, Alləmə Abdüləziz ibn Bəz Əd-dəvəti ilallah və əxləqü-duat adlı risaləsində buyurur ki, əmr-i bi məruf və nəhy anil münkərin hökmü şəriətdə fərd-ül kifayədir. Yəni, ümmətin bir qismi, bir bəldədə həmən bu fərzi yerinə yetirirsə, digər müsəlmanların üzərində həmən bu Allahın əmrini, yəni əmr-i bi məruf və nəhy anil münkəri yerinə yetirmək sünnət-ül müəkkədə, təkid edilmiş sünnət olur. Yəni, bir bəldədə əmr-i bi məruf və nəhy anil münkəri yaşadan, ona əməl edən bir müsəlmanlardan bir qrup varsa, digər müsəlmanların üzərində əmr-i bi məruf və nəhy anil münkər sünnət-ül müəkkədə, təkid edilmiş sünnət hökmündə olur. Yəni, vitr namazı kimi, sübh namazının vacibindən əvvəl qılınan şirkət, nafilə namaz kimi. Deməli, əmr-i bi məruf və nəhy anil münkərin fərd-ül kifayə olmasının dəlili nədir? Allah Subhanahu Teala Ali İmran surəsinin 104-cü ayətində buyurur ki: وَلْتَكُمْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ. Allah Subhanahu Teala buyurur ki, sizdən bir ümmət olsun, xeyrə dəvət etsinlər, xeyrə çağırsınlar və mərufu əmr etsinlər, münkərdən də çəkindirsinlər. Deməli, bu ayətin əvvəlində Allah Subhanahu Teala buyurur ki, وَلْتَكُمْ مِنْكُمْ أُمَّةٌ sizdən bir ümmət olsun, yəni müsəlmanlardan bir ümmət olsun. Bu da bu ayətin əvvəli bu hissəsi bu hökmün fərd-ül kifayə olduğuna dəlalət edir. Lakin həmən risalədə
müəllif buyurur ki, o bölgələrdə, o bəldələrdə ki, küfürün, şirkin, fıskın və böyük günahların açıq edildiyi, çox yaygın olduğu yerdə şəriətin bu hökmü dəyişir. Şəriətin bu hökmü dəyişir. Deməli, əmr-i bil ma'ruf və nəhyanil münkar fərdül kifayə hökmündən çıxır və həmsinin sünnətül muakkədə təkid edilmiş sünnət hökmündən çıxaraq fardul ayn olur. Yəni, hər bir müsəlmanın üzərinə əmr-i bil ma'ruf və nəhyanil münkarlə məşğul olmaq fardul ayn olur. Hər bir kəsə fərd olur. Qadın, kişi, böyük, hər bir kəsə fardul ayn olur. Və həmsinin Quran və sünnətdə əmr-i bil ma'ruf və nəhyanil münkarin fədilətlərinə dair çox sayılı hədislər, ayətlər varid olub. Allah subhanahu wa ta'ala Fussilat surəsinin 30-cu ayətində buyurur ki, وَمَنْ أَحْسَنُ قَوْلًا مِمَّنْ دَعَا إِلَى اللّٰهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ. Allaha dəvət edən, salih əməl işləyən və mən müsəlmanlardanam deyəndən daha gözəl danışan kim ola bilər? Allah subhanahu ta'ala buyurur. Həmçinin İmam Buxari və Müslimin öz səhih əsərlərində rəvayət etdikləri hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm Ali bin Əbu Talib radiyallahu anhuya xitabən buyurur ki, لَاِنْ يَهْدِيَ اللّٰهُ بِكَ رَجُلًا وَاحِدًا خَيْرٌ لَكَ مِنْ هُمْرُ النَّعَمِ. Allahın sənin əlinlə bir kişiyə hidayət etməsi, hidayət verməsi sənin üçün qırmızı dəvələrdən daha xeyirlidir. Və bu əmr bil ma'ruf və nəhyanil münkar yükü, bu ümmətin üzərində olan bu yük çox ağır yüktür. Ağır yüklü, çox məsuliyyətli bir əməldir və həmsinin ağır olması ilə bərabər də çox şərəfli bir yükdür. Bu yükü insanlara çatdırmaq, bu tövhidi insanlara çatdırmaq, bunun ağır olması ilə bağlı Allah subhanahu ta'ala bu yükün ağır olması haqqında Həşr surəsinin 21-ci ayətində buyurur ki, لَوْ أَنْزَلْنَ هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللّٰهِ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ. Əgər biz bu Quranı dağın üzərinə nazil etsəydik, sən o dağı Allahın qorxusundan parça-parça olduğunu görərdin. Və Allah subhanahu ta'ala buyurur ki, biz bu cür misalları insanlara çəkirik ki, bəlkə fikirləşələr, öyüd nəsiyyət qəbul edələr. Bu yük ağır yüktür və bizdən əvvəlkilər Allah Resulü aleyhissalatu vesselamın səhabələri bu yükü şərəflə daşımışlar. Doğru dürüst bu yükü daşımışlar. Allah subhanahu ta'ala da onları öz kitabında tərifləmişdir. Allah subhanahu wa ta'ala Əhzab surəsinin 23-cü ayətində buyurur ki, Minəl mu'minina ricalun sadaqu ma ahadullaha aleyh فَمِنْهُمْ مَنْ قَدَى نَحْبَهُ وَمِنْهُمْ مَنْ يَنْتَذِرْ فَمَا بَدَّلُوا تَبْدِيلًا. Allah subhanahu wa ta'ala sahabələr haqqında buyurur ki, möminlərin içərisində kişilər vardır, verdikləri əhdə sadiq oldular, onların bəzisi şəhid olmuş, bəzisi isə öz şəhid olmasını gözləyir, onlar əsla öz vədlərini, öz əhdlərini dəyişmədilər. Və bu ümmətin əmri bil ma'ruf və nəhyanil münkar fərzini Allah subhanahu wa ta'ala'nın bu əmrini tərk etməsi, bu əmrə laqeyd yanaşması bu ümmətin həm bu dünyada, həm də ahirətdə məhvi deməkdir. Peyğəmbər sallallahu aleyhi ve sellem İmam Tirmizinin Huzeyfə bin Yəməndən rəvayət etdiyi Həsən hədisdə buyurur ki, وَالَّذِي نَفْسِي بِيَدِهِ لَتَأْمُرُنَّ بِالْمَعْرُوفِ وَلَتَنْهَوُنَّ عَنِ الْمُنْكَرِ أَوْ لَيُفْشَكَنَّ اللّٰهُ أَنْ يَبْعَثَ عَلَيْكُمْ عِقَابًا مِنْهُ ثُمَّ تَدْعُونَهُ فَلَا يُسْتَجَابُ لَكُمْ. Peyğəmbər s.ə.v buyurur ki, siz mütləq mərufu əmr edəcəksiniz və mütləq münkərdən çəkindirəcəksiniz, yoxsa Allah sizin üzərinizə bir əzab indirər, sonra siz Allaha dua edərsiniz, Allah sizin dualarınızı qəbul etməz. Peyğəmbər s.ə.v buyurur. Yəni bu ümmət əmr bil məruf və nəhyanil münkəri tərk etdiyi halda Allah subhanahu ta'ala Peyğəmbər s.ə.v bu hədisinə görə həmən bu insanların dualarını qəbul etmir. Allah subhanahu wa ta'ala bizdən əvvəlki ümmətlərdən də əhd almışdı. Əmr bil məruf və nəhyanil münkər əməlinə görə. Onlar da bu əhdlərinə xəyanət etdilər və Allah subhanahu ta'ala da onların xəyanətlərinə görə öz kitabında onları lənətlədi. Allah subhanahu wa ta'ala Ali İmran surəsinin 187-ci ayəsində buyurur ki,
وَإِذْ أَخَذَ اللّٰهُ مِيثَاقَ الَّذ۪ينَ أُوتُوا الْكِتَابَ لَتُبَيِّنُنَّهُ لِلنَّاسِ وَلَا تَكْتُمُونَهُ فَنَبَذُوهُ وَرَاءَ ظُهُورِهِمْ وَاشْتَرَوْا بِهِ ثَمَنًا قَلِيلًا فَبِئْسَ مَا يَشْتَرُونَ. O zaman Allah kitab verilmiş şəxslərdən əhd aldı ki, sizə nazil olan şeyi insanlara mütləq bəyan edəksiniz. Və onlar da bu əhdlərini arxalarına atdılar və onu ucuz qiymətə satdılar və onların alıb satdıqları şey necə də pisdir. Bu ayətə görə bizdən əvvəlki ümmətlər də əhd götürmüşlər, insanlara çatdıracaqlar deyə. Lakin xəyanət etdilər. Ona görə də Allah subhanahu wa ta'ala əvvəlki ümmətləri bu əməllərinə görə lənətləyir. Məsələn, Allah subhanahu wa ta'ala Bəqərə surəsinin 159-cu ayətində buyurur ki, İnnəl-ləzīnə yəktumuna mə ənzəlnə minəl-beyyinəti vəl-hudə min bə'di mə bəyyənnəhu lin-nəsi fil-kitab. Ulaikə yəl'anuhumullahu və yəl'anuhumul-la'inun. Həqiqətən o şəxslər ki, kitabda insanlara bəyan etdiyimiz şeyləri insanlardan gizli saxlayırlar, o şəxslərə Allah və bütün lənət edə bilənlər lənət edir. Kitab əhlinə görə nazil olmuş ayətdir. Həmçinin Peyğəmbər aleyhissalatu vesselam hədisdə buyurur ki, Mən su'ilə ən elmin fəkətəməhu ulcimə yevməl qiyaməti bilizəmin minənlər. Bir kəs elm haqqında, yəni şəri elm haqqında soruşulur, ona sual edilir və o da bildiyi halda bunu gizlədir. Qiyamət günü bu kəs oddan olan cilovla cilovlanacaq. Peyğəmbər s.ə.v buyurur. Və bəzi insanlar, yəni azğın dəvətçilər insanların içərisində dəvət edərkən rahat yaşayışa görə, dünya malına görə və yaxud da qorxaqlıq səbəbi ilə insanları şirk, küfür əhlinin içərisində dinin əqidə məsələlərindən, şirk, küfür mövzusuna bağlı olan müamilələr, dost və düşmən məsələləri barəsində danışmayıb, dinin başqa, əqidədən başqa bütün mövzularından danışırlar və öz-özlərinə də belə iqtisad edirlər ki, yəni indi alınmır, indi mümkün deyil, müəyyən zaman bu cür dəvət edəndən sonra bir də geri qayıdıb əqidədən danışarıq. İslam şəriətinə görə şirk, küfr əhlinin içərisində ilk insanların çəkindirilməsi olan şey həmən şirk və həmən küfürdür. Çünki insan şirk, küfrü tərk etməyəndən sonra şəriətdə gələn bütün haramları tərk etmiş də olsa, o tərk etdiyi haramların ona heç bir faydası yoxdur. Usul-u fiqh qaydasında deyilir ki, Lə yəcuz təxirul bəyan ən vəqtil həcəti. Bəyanın ehtiyac vaxtından sonraya gedikdirilməsi caiz deyil. Deməli, bəyanın, çatdırmanın ehtiyac vaxtından sonraya gedikdirilməsi caiz deyil. Yəni, insan şirk edirsə, ona həmən şirkin təhlükəsini çatdırmaq lazımdır. Onu gedikdirmək caiz deyil şəriətlə. Və bu qaydanın dəlili Allah subhanahu wa ta'ala'nın ayətidir. Allah subhanahu wa ta'ala Maidə surəsi 67-ci ayətdə buyurur ki, Yə əyyuhər rasul, bəlliğ mə unzilə iləykə min rabbik. Ey rəsul, Rəbbindən sənə nazil olanı çatdır, təbliğ et. Və illəm təfəl, fəmə bəlləqdə risalətəhu. Əgər sən bunu etməsən, Allahın risalətini çatdırmamış olacaqsan. Vallahu ya'simuka minən nəs. Allah səni insanlardan qoruyacaq. Allah subhanahu ta'ala buyurur. Deməli, bu cür dəvət edənlərin bu hala düşməsinin bir neçə səbəbi var. Birinci səbəbi dünya malı, qorxaqlıq. İkinci, Allah subhanahu wa ta'ala'nın qədərinə kamil iman gətirməmək. Üçüncüsü, Allah subhanahu wa ta'ala'nın hüccətini, Allah subhanahu ta'ala'nın dəlillərini doğru, dürüst başa düşməmək, yəni fəhimlərində olan naqislik. Çünki Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə xəbər verir ki, şirk, küfr əhlinin içərisində dəvətə başlayarkən, onları şirkdən, küfürdən çəkindirərkən mütləq problemlər olacaq, sıxıntılar olacaq. Allah subhanahu wa ta'ala Ənkabut surəsinin 2-ci ayətində buyurur ki, Həsibən nəsu ən yəqulu əmənnə və hum lə yuftərun. İnsanlar elə hesab edirlər ki, iman gətirdik dedilər və sonra imtihan olmayacaqlar. Həmçinin Allah subhanahu wa ta'ala Ali-İmran surəsinin 186-cı ayətində buyurur ki, Lətubləvunna fi əmvalikum və ənfusikum. Siz mütləq mallarınızla, canlarınızla imtihan olacaqsınız. Və lətəsməunnə minəl-ləzīnə utul kitəbə min qablikum və minəl-ləzīnə əşrəku ədən kəsirə. Və siz mütləq sizdən qabaq kitab verilmiş kəslərdən və müşriklərdən əziyyətli sözlər eşlədəksiniz. Və in təsbiru
və təttəku fə innə zəlikə min azmil umur. Allah subhanət hələ buyurur. Əgər səbr etsəniz və Allahdan qorxsanız və bu çox çətin şeydir, Allah subhanət hələ buyurur. Bu çətin şeylərdəndir. Allah subhanət hələ bu ayətdə malla, canla imtihan olunmanın mütləq olacağını Allah subhanət hələ buyurur. Həmçinin Allah subhanət hələ Ənkabut surəsinin 10-cu ayətində buyurur ki وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللّٰهِ فَإِذَا أُوذِيَ فِي اللّٰهِ جَعَلَ فِتْنَةَ النَّاسِ كَعَذَابِ اللّٰهِ. İnsanların içərisində elələr də vardır ki, iman gətirdik deyirlər, Allah üçün ona bir əziyyət edildikdə insanlar tərəfindən, insanların ona verdiyi əzabı, əziyyəti Allahın əzabı kimi bilir. Deməli, Allah subhanahu wa ta'ala'nın dininə doğru dürüst dəvət edib, Allah subhanahu wa ta'ala'ya təvəkkül edib, doğru dürüst dəvət eləmək lazımdır. Və olan nə olursa, Allah subhanahu wa ta'ala'nın qədərinin çərçivəsindədir və biz də həmən o qədərə imanın 6 rukunundan biri olaraq iman gətirmişik. Allah subhanahu wa ta'ala Quran ayəsində bizə ehtiyatı götürməyə əmr edir. Allah subhanahu wa ta'ala buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu xuzu hidrəkum. Ey iman gətirənlər, ehtiyatınızı götürün. Və ehtiyatı götürməyə əmr etməklə də bərabər Allah subhanahu wa ta'ala Tövbə surəsinin 51-ci ayətində Peyğəmbər sallallahu aleyhi ve sellemə belə deməyə əmr edir. Allah subhanahu wa ta'ala buyurur ki, Qul lən yusibənə illə mə kətəbəllahu lənə huvə məvlənə və aləllahi fəliyyətəvəkkəlil müminun. De ki, Allahın bizə yazdığından başqa bizim başımıza heç bir şey gəlməyəcək. O bizim Mövlamızdır və möminlər Allah'a təvəkkül etsinlər. Allah subhanət hələ öz Peyğəmbərinə əmr edir ki, de ki, Allahın bizə yazdığından başqa bizim başımıza heç bir şey gəlməyəcək. Deməli, bir insan haqqı da desə, batılı da desə, haqqı demək, batılı demək insanın qədərini dəyişmir. İnsanın ruhusunu azaltmır, insanın əcəlini yaxınlaşdırmır. Çünki bu şeylər hər bir insanın, kafirin də, müsəlmanın da, hər bir insanın anasının bətnində olanda, 4 ay tam olanda Allah subhanahu wa ta'ala'nın göndərdiyi mələk tərəfindən yazılmışdır. İnsanın ömrü, insanın ruhusu, əməlləri xoşbəxt, bədbəxt olacağı. Yəni bu şeylər haqqı demək və yaxud da batıl demək dəyişmir. Bu yazılan şeyləri dəyişmir. Peyğəmbər sallallahu aleyhi ve sellem İmam Əhmədin müsnəddə rəvayət etdiyi və Əhməd Şakirin səhih dediyi hədisdə buyurur ki, Ələ lə yəmnəunnə əhədukum ruhbətən nəs ən yəqulu bihaq İzə rəəhu əv şəhidəhu fə innəhu lə yuqarribu min əcəlin və lə yuba'idu min rızqin ən yəqulu bihaq. Peyğəmbər s.ə.v deyir ki, sizlərdən biri haqqı görüb ona şəhadət gətirdisə, insanların qorxusundan onu deməkdən çəkinməsin. İnsan deməli, haqqı demək, Peyğəmbər s.ə.v deyir, insanın əcəlini yaxınlaşdırmır və ruzusunu da ondan uzaqlaşdırmır. Peyğəmbər s.ə.v buyurur. Və həmçinin bəzi başqa azığın dəvət edənlər şirk küfr əhlinin içərisində dəvət edərkən həmən bu şirk küfr əhlinə müsəlman adı verib və müsəlman müamilələrinin edilməsini bildirib və cahil müsəlmandır deyərək dəvət edirlər. Və belələrinin, bu cür dəvət edənlərin isə mübahisəsini etmədən, bunların mübahisəsini etmirik. Bunların özlərinin şirk və küfr əhlindən olduğuna etiqad edirik. Və bunlara şirk əhlini etdikləri müdafiələrinə görə Allah subhanahu wa ta'ala'nın bir ayəti ilə cavab verir. Allah subhanahu wa ta'ala Nisa surəsinin 109-cu ayətində buyurur ki, Hə əntum həuləyi cədətum anhum fil həyəti dünya və mən yücədilullaha anhum yevməl qiyamə əmmən yəkunu aleyhim vəkilə. Allah subhanahu wa ta'ala buyurur ki, budur, siz o kəslərsiniz ki, dünya həyatında onların mübahisəsini edirsiniz. Bəs qiyamət günü Allahla onların mübahisəsini kim edəcək və yaxud da onların vəkili kim olacaq? Əqulu hədəl qovlə əstəqfirullah li və ləkum. Elhamdülillahi Rabbil alemin. والعاقبة للمتقين ولا عدوان إلا على الظالمين أمر بالدعاء ووعد بالإجابة ووعد للمتقين بالثواب وللمجرمين بالعقاب
və salatu və salamu alə əşrəfil ənbiyai vəl mursalin nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcmain. Deməli, əmri bi məruf və nəhiy anil münkərin şəriətdəki hökmü, onun bəldədən bəldəyə dəyişməsi və fəziləti və onu tərk etməyin təhlükəsi bu bilindikdən sonra hər bir müsəlmanın bundan sonra ikinci daha mühüm bilməsi şey, yəni mərufu əmr edərkən və münkərdən çəkindirərkən, dəvət edərkən ilk öndə nədən başlamaq lazımdır? Yəni məruf əmr edilərkən birinci nə əmr edilməlidir? Tövhid əmr edilməlidir. Ən böyük məruf tövhiddir. Və münkərdən çəkindirilərkən ən birinci şirkdən çəkindirilməlidir. Çünki ən böyük münkər şirkdir. Və dəvət edərkən birinci tövhiddən başlamaq lazımdır. Deməli, bütün əhl-i sünnət alimləri icma edib ki, İslama dəvət ilk olaraq tövhiddən, tövhidin də şüarı la ilahe illallah kəlməsidir. La ilahe illallah kəlməsindən başlanmalıdır. Və bu la ilahe illallah kəlməsinə başlamaq bütün peyğəmbərlərin hamısının ortaq dəvətinin şüarıdır, la ilahe illallah kəlməsi. Allah subhanahu wa ta'ala Ənbiya surəsinin 25-ci ayətində buyurur ki, وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدُونَ. Allah subhanahu ta'ala Peyğəmbər s.ə.və xitabən buyurur ki, səndən qabaq nə qədər rəsul göndərdiksə, hamısına vəhiy etdik ki, la ilahə illallah və mənə ibadət edin. Deməli, bütün rəsulların dəvətinin başlanğıcı, ortaq bütün peyğəmbərlərin dəvətinin başlanğıcı la ilahə illallah kəlməsidir. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem də öz dəvətçilərini başqa yerlərə dəvət etməyə göndərdikdə, onlara birinci insanları la ilahə illallaha dəvət etməklərini əmr edirdi. İmam Buxari və Müslimin rəvayət etdiyi hədisdə Muaz bin Cəbəl radiyallahu anhu buyurur ki, Bəəsəni Rasulullah sallallahu aleyhi ve sellem fəqal, Peyğəmbər sallallahu aleyhi ve sellem məni göndərib və dedi, İnnəkə tə'ti qovmən min əhlil kitab. Sən kitab əhlində olan bir qövmin yanına gedirsən, fəd'uhum ilə şəhədəti ən la ilahə illallah və ənni Rasulullah. Onları la ilahə illallah şəhadətinə və mənim də Allahın rəsulu olduğuma dəvət et. فَإِنْهُمْ أَجَابُوا لِذَٰلِكَ فَأَعْلِمْهُمْ أَنَّ اللّٰهَ اِفْتَرَدَ عَلَيْهِمْ خَمْسَ صَلَوَاتٍ. Əgər onlar bunu qəbul etsə, onlara Allahın 5 vaxt namazı fərd etdiyini onlara bildir. Başqa bir ləfsdə isə Peyğəmbər s.ə.v buyurur ki, sahabəyə xitabən وَلْتَكُنْ أَوَّلُ مَا تَدْعُوهُمْ إِلَيْهِ شَهَادَةً أَنْ لَا إِلَهَ إِلَّا اللّٰهِ. Onları ilk çağıracağın şey la ilahə illallah kəlməsi olsun. Deməli, dəvətin başlanğıcı bu kəlmədir. Lakin bu kəlmənin üzərində bilinməsi olan bir neçə mühüm şeylər var. Deməli, Peyğəmbər s.ə.v Məkkə müşriklərini İslama dəvət etdikdə Peyğəmbər s.ə.v buyurur ki, Qulu la ilahə illallah tuflihu. La ilahə illallah deyin, nicat tapın. Məkkə müşrikləri demirdilər la ilahə illallaha. Səbəb nə deməməklərində? Çünki onlar la ilahə illallahın nə mənaya gəldiyini bilirdilər. Və onların la ilahə illallahın nə mənaya gəldiyini bilmələrinin isə iki səbəbi var. Birincisi, onlar ərəb idilər. Kəlmənin mənasını bilirdilər. Ərəb olduqlarına görə. Allah subhanahu wa ta'ala Fussilat surəsinin 3-cü ayətində buyurur ki, Kitabun fussilat əyətuhu Qur'anən ərəbiyyən li qavmin ya'ləmun. Quran kitab olaraq ərəb dilində bilən qövm üçün təfsilatlı verilmiş kitabdır. Allah subhanahu wa ta'ala bu ayətdə buyurur ki, qavmun ya'ləmun, bilən qövm üçün təfsirində deyilir ki, yəni ərəb dilini bilənlər idilər. Bir səbəb bu idi ki, onlar kəlməni ərəb olduqlarına görə doğru dürüst başa düşürdülər. Və ikinci səbəb isə Allah subhanahu ta'ala ayətlə xəbər verir ki, onlar la ilahə illallahı doğru başa düşmüşdülər. Peyğəmbər s.ə.v onlara la ilahə illallahı dəvət etdikdə Allah subhanahu ta'ala Sad surəsinin 5-ci ayətində buyurur ki, Allah subhanahu ta'ala Məkkə müşrikləri, Peyğəmbər onlara la ilahə illallah çağırdıqda onlar deyirdilər ki, Əcəələ əlihətə iləhən vahidən innə həzələ şeyun ucab. O, bütün ilahları bir ilah etdi. Bu çox təəccüblü bir şeydir. Məkkə müşriklər deyirlər. O, yəni Muhammed s.ə.v. Yəni bir insana la ilahə illallah dedikdə, sənə cavabında desə ki, sən demək istəyirsən, bütün ilahların hamısı bir ilahdır, bir ilaha ibadət eləmək lazımdır və bu dəlildir ki, artıq bu insan sənin dediyin kəlməni doğru başa düşüb. Deməli, la ilahə illallah kəlməsində ən birinci önəmli şey onun mənasıdır.
mənasının bilinməsidir. Və ikinci önəmli şey, La ilahe illallahın tələbi. La ilahe illallahın insandan tələbi. İnsandan tələbi nədir la ilahe illallah kəlməsinin? İnsan kəlməni dedisə, gərək şirki tərk eləyər. Kəlməni deyən insan mütləq şirki tərk eləməlidir. Bu iki şeylə, kəlmənin bilinməsi ilə, mənasının bilinməsi ilə və tələbinə əməl edilməklə insanlar müsəlman kimi qəbul olunur. Və kəlmənin üzərində alimlərin zikr etdiyi şərtlər ki, 7 dənə məşhur şərt var. O şərtlərə fikir verəndə, o şərtlərin çox hissəsi insanların qəlblərinə aid olan şərtlərdir. Məsələn, la ilahe illallahın şərtlərində deyilir elm, yəqin, ixlas, sidq, məhəbbət, inqiyat, qəbul. Şərtlərə fikir verirsən, şərtlər ixlas şərti, ixlas qəlbdə olur. Məhəbbət şərti, məhəbbət qəlbdə olur. Sidq şərti, sidq qəlbdə olur. Yəqinlik şərti qəlbdə olur. Və bir insanın bu dünyada müsəlman kimi qəbul edilməsindən ötürü bu 7 şərtin də 7-sini bir insanda araşdırmaq qeyri-mümkündür və cahillikdir bu. Çünki biz zahirlə mükəlləfik. Batinə hökm vermək isə Allaha aid olan şeydir. Deməli, 4 dənə qəlbə aid olan şərti çıxdıqdan sonra 3 dənə insanların zahirində qalan şərt olur. Elm, insanların tövhidi bilib-bilməməti bilinən bir şeydir. Bu zahirdə olan bir şeydir. Qəbul şərti, insanların la ilahe illallah qəbul edib və yaxud da rədd etməsi bilinən bir şeydir. İnqiyat şərti, 3-cü şərt, zahirdə olan şərt. Yəni, insanların deməli, kəlmənin tələbinə əməl edib etməməsi bilinən bir şeydir. Və insanlar qəbul şərtini, yəni la ilahe illallah ləfz olaraq qəbul etdikdən sonra onların müsəlman kimi qəbul edilməsi üçün 2 şərt qalır. Elm şərti, kəlmənin mənasını bilməkləri və tələbinə əməl etməkləridir. Mütləq la ilahe illallahın mənası bilinməlidir. Allah Subhanahu taala Muhammed surəsində 19-cu ayətdə buyurur ki: "Fa'lam ennehu la ilahe illallah." Bil ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Allah Subhanahu taala ayətin əvvəlində bilməyə əmr edir. Və İmam Buxari öz səhih əsərində bu ayətin başlığı altında belə bir fəsl açır və deyir ki: "Əl-ilmu qabiləl qavl vəl-əməl." Elm sözdən də, əməldən də öncədir. Allah Subhanahu və Teala Zuhruf surəsinin 86-cı ayətində buyurur ki: وَلَا يَمْلِكُ الَّذ۪ينَ يَدْعُونَ مِنْ دُونِهِ الشَّفَاعَ إِلَّا مَنْ شَهِدَ بِالْحَقِّ وَهُمْ يَعْلَمُونَ. Allahdan başqa ibadət etdikləri şəfaət etməyə malik deyirlər. Yalnız haqqa şəhadət gətirənlər istisna onlar bilirlər. İllə mən şəhidə bil-haqq və hum ya'ləmun. Haqqa şəhadət gətirənlər istisna onlar bilirlər. İmam Qurtubi ayətin təfsirində, ayətin son hissəsinin təfsirində deyir ki, İllə mən şəhidə bil-haqq. Yalnız haqqa şəhadət gətirənlər. İmam Qurtubi buyurur ki, şəhadətül haqq la ilahe illallah. Haqq şəhadət la ilahe illallah kəlməsidir. Və hum ya'ləmun. Və onlar bilirlər. İmam Qurtubi buyurur ki, həqiqətə mə şəhidu bihi. Şəhadət gətirdikləri şeyin həqiqətini bilirlər. Yəni, kəlmənin mənası mütləq bilinməlidir. Peyğəmbər s.ə.v İmam Müslimin səhiyində Osman ibn Əffan radiyallahu anhudan rəvayət etdiyi hədisdə buyurur ki, Mən mətə və huvə ya'ləmu ən la iləhə illallah daxaləl cənnə. Kim la iləhə illallahı bilərək ölərsə cənnətə daxil olar. Və həmsinin Şeyxülislam ibn Teymiyyə Məcmul Fətavada 14-cü cild 187-ci səhifədə buyurur ki, Və şəhədətü lə buddə fiyhə min ilmi şəhid və nutquhu və bəyanuhu la yəhsulu məqsudu şəhədə illə bihədihil umur. Şəhadət kəlməsində, şəhadət gətirənin şəhadət barəsində elminin olması, sıdqının olması və şəhadətini bəyan etməsi labüddür, qasılmaz şeydir. Bunlarsız şəhadətdəki məqsəd hasil olmur. Və həmçinin İmam Şəfqani rahiməhullah Əd-Durrun Nədid fi İxlasi Kəlməti Tövfid risaləsində 40-cı səhifədə buyurur ki, Və leysə mücərrəd qavul, la iləhə illallah, min duni əməlin bi mə'nəhə musbitən lil-İslam. Mücərrəd la iləhə illallah kəlməsi mənasına əməl etmədən İslamı sabit etmir. Deməli, la iləhə illallah kəlməsi İmam Şəfqani buyurur ki, mənasına əməl etmədən. Deməli, mənasını biləcəksən və mənasının tələbinə də əməl edəcəksən. Yəni, bu iki şeysiz İmam Şəfqani buyurur ki, mücərrəd kəlmə mənasına əməl etmədən İslamı isbat etmir. Ləv ənnə qaləhu əhədun min əhlil cahiliyyə və əkəfə ələ sanəmihi ya'buduhu ləm yəkun zəlikə isləmən. Cahiliyyə əhlindən birisi la iləhə illallah kəlməsini desəydi və öz bütünə ibadətdə də davam etsəydi, yəni kəlməni deyib şirki tərk etməsəydi, ləm yəkun zəlikə isləmən. Bu İslam olmazdı. Deməli, kəlməni deyən
mənasını bilib və şirki tərk eləməlidir. Peyğəmbər s.ə.v Məkkədəki müşriklərə la ilə illallah dedikdə, nə dedilər əvəzində? Əvvəlki ayətdə bildirdim. Allah subhanətələ buyurur ki, Əcələ əlihədə iləhən vahidən. Sad surəti 5-ci ayə. Məkkə müşriklər dedilər ki, o bütün ilahları bir ilah etdi. Mənanı doğru başa düşmüşdülər. Və qəbul etmirdilər. Çünki bilirdilər ki, qəbul etsələr mütləq gələ şirki tərk edərlər. Və başqa bir ayətdə şirki tərk etməklə bağlı Allah subhanəhə və teala Saffat surəsinin 36-cı ayətində buyurur ki, وَيَقُولُونَ اَئِنَّ لَتَارِكُ اَلِهَتْنَ لِشَاعِرٍ مَجْنُونَ. Onlar deyirdilər ki, biz ilahlarımızı məcnun bir şairə görə tərk mi edək? Həmçinin la ilə illallahdan Məkkə müşrikləri başa düşmüşdülər ki, kəlməni deyəndən sonra ilahları tərk etməlidirlər. Ona görə deyirdilər ki, Allah subhanət hala Məkkə müşriklərin dediyi sözü deyir. Deyir ki, وَيَقُولُونَ deyirdilər, اَئِنَّ لَتَارِكُ tərk mi edək ilahlarımızı məcnun bir şairə görə? Deməli, kəlmənin ikinci hissəsi mənanı bildikdən sonra mütləq şirk tərk olmalıdır. Şirk tərk olunmadıqca insan müsəlman olmur. Mütləq şirk tərk olunmalıdır. Abdurrahman bin Hasan rahiməhullah Durarus-Səniyyədə buyurur ki, Əcməə əl-uləmə sələfən və xələfən minəs-səhabəti və təbiin və lə'immə və cəmiyyə əhl-sünnə ənəl mər'ə lə yəkunu muslimən illə bittəcərrudu minəş-şirkil əkbər vəl-bərəəti minhu. Deməli, Abdurrahman bin Hasan buyurur ki, sələfi, xələfi, sahabədən, tabiindən, bütün imamlar, bütün əhl-i sünnət icma edib ki, bir insan, bir kişi şirki tərk edib ondan uzaq olmayınca müsəlman olmur. Mütləq şirk tərk olunmalıdır. Və dəvət edərkən insanların üzərində dəvət ediləsi şey tövhidin, la ilə illallahın mənasının onlara çatdırılması və şirkin tərk edilməsidir. Və usul, yəni kök, əqidədən başlamaq mütləqdir. Yəni əqidəni tərk edib başqa şeydən insanları İslama dəvət etmək Qurana, sünnətə və əhl-i sünnətin icmasına görə batıl bir şeydir. Deməli, İbn Teymiyyə rahiməhullah Məcmul Fatava 15-ci cild 158-160-cı səhifələrdə buyurur ki, فَالدَّعْوَةِ إِلَى اللّٰهِ تَكُونُ بِدَعْوَةِ الْعَبْدِ إِلَى دِينِهِ وَأَصْلُ ذَلِكَ عِبَادَتُهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ كَمَا بَعَثَ اللّٰهُ بِذَلِكَ رُسُلَهُ وَأَنزَلَ كُتُبَهُ فَالرُّسُلُ مُتَّفِقُونَ فِي الدِّينِ الْجَامِعِ لِلْأُصُولِ الِاعْتِقَادِيَّةِ وَالْعَمَلِيَّةِ فَالِاعْتِقَادِيَّةُ كَالْإِيمَانِ بِاللّٰهِ وَبِرَسُولِهِ وَبِالْيَوْمِ الْآخِرِ وَالْعَمَلِيَّةُ كَالْأَعْمَالِ الْعَامَّةِ الْمَذْكُورَةِ فِي الْأَنْعَامِ وَالْأَعْرَافِ وَلِذَلِكَ كَانَ الْخِطَابُ فِي سُوَرِ الْمَكِّيَّةِ يَا أَيُّهَا النَّاسِ لِعُمُومِ الدَّعْوَةِ إِلَى الْأُصُولِ إِذْ لَا يُدْعَ إِلَى الْفَرْعِ مَنْ لَا يُقِرُّ بِالْأَصْلِ. İbn Teymiyyə buyurur ki, deməli, Allaha dəvət fəd-dəvəti ilallah təkunu bidəvətil abd ilə dini. Qulun özünə dəvət etməsi ilə olur. Və aslu zəlikə ibadətuhu vəhdəhu la şərikə lə. Bu dəvətin əsli isə Allah subhanahu və teala'nın ibadətdə şəriksiz olaraq təkləşdirilməsidir. Kəmə bəəsəllahu bizəlikə rusuləhu və ənzələ kutubəhu. Necə ki, Allah bütün kitablarını buna görə nazil etmişdir və bütün rəsullarını da bunun üçün göndərmişdir. Fər-rusul muttəfiqunə fid-dinil cəmi lil-usulil itiqadiyyəti vəl-əməliyyə. Bütün rəsullar dinin usulundan olan etiqadı və əməli şeylərdə ittifaqdadırlar. Bütün rəsullar. Fəl-itiqadiyyətu, etiqadı məsələlər, kəl-iməni billəhi və bi-rasulihi və bil-yevmil əxir. Etiqadı məsələlər, məsələn, Allaha, rəsuluna və axirət gündə iman kimi. Vəl-əməliyyətu, əməli usul məsələləri isə kəl-əməlil əmmətil məzkurə fil-ənəm vəl-əraf. Əraf və Ənam surəsində zikr olunan ümumi əməllər kimi. وَلِذَٰلِكَ كَانَ الْخِتَابُ فِي سُوَرِ الْمَكِّيَّ يَا أَيُّهَا النَّاسِ. Və bunun üçün də Məkkə surələrində Allahın xitabı, müraciət forması يَا أَيُّهَا النَّاسِ. Ey insanlar deyə müraciət edir Allah subhanət hala. لِعُمُومُ الدَّعْوَةِ إِلَى الْأُصُولِ. Ümumi olaraq hamını usula dəvət edir Allah subhanət hala Məkkədə. İz لَا يُدْعَ إِلَى الْفَرْعِ مَنْ لَا يُقِرِّ بِالْأَصْلِ. Sonda isə İbn Teymiyyə belə bir qayda zikr edir. Deməli, İz la yud'a iləl fər'i mən la yuqirri bil asl. Dinin əslini iqrar eləməyən kəs, dinin furusuna dəvət edilmir. Bu qaydadır. Dinin usulunu iqrar etməyən kəs, dinin furusuna dəvət edilmir. Yəni, ona görə də hər bir müsəlman əmri bil məruf və nəhyanil münkərin əhəmiyyətini bilməlidir, hökmünü bilməlidir, fəzilətini bilməlidir və onu tərk etməyin nə qədər təhlükəli olduğunu bilməlidir. Yəni, bu fərzi yaşamalıdır.
bu əməli yaşamalıdır, elm öyrənməlidir, dəvət eləməlidir və bunun üzərində yardımlaşmalıdır və ilk olaraq da əqidədən başlanmalıdır, hər bir şəxs əqidəsini bilməlidir və yəni qısa olaraq Əhl-i-Sünnə və cəmaətin əmri bil məruf və nəhyənil münkər və bu əmri bil məruf və nəhyənil münkərdə ilk olan, başlanğıc olan şey, yəni qısa olaraq bundan ibarət idi və Allah subhanahu ta'adan istəyirəm ki, bizim hamımızı eşidib faydalanlardan etsin və Allah subhanahu və teala bizim dəvətimizi bərəkətləndirsin və dəvətimizə ziyan istəyənlərin ziyanlarını onların öz başlarına gətirsin və Allah subhanahu ta'ala bütün müsəlmanlara kömək olsun və əxiru dəvənə enilhamdülillahi rabbil aləmin subhanəkə Allahumma və bihamdik əşhədu ən la iləhə illə ənt əstəğfiruka və ətubu ileyk. Allah razı olsun.